Salam şagirdlər, bugün sizlərlə ehtimal mövzusu ilə tanış olacağıq. Əvvəlcə təcrübə ehtimala baxaq. Təcrübə ehtimalda sınaqlar aparılır və bu sınaqlar nəticəsində əlverişli hadisələrin baş verdiyi halların sayını sınaqların sayına bölərək hadisənin ehtimalını tapmış oluruq. Gəlin belə bir nümunəyə baxaq. 300 dəfə zər atıldıqda tək üzün düşmə ehtimalını tapaq. Paraqrafdan görürük ki, 300 dəfə zər atılıbdır və tək üzlər burada 1, 48 dəfə, 3, 47 dəfə, 5 isə 53 dəfə düşür. Deməli, hadisənin ehtimalı bərabərdir. Sınaqların sayı 300-dür. Bu da qeyd olunub. Tək üz isə 48, 47, 53. Bunları toplasaq eləyər 148. Bunu da 4-ə ixtisar etsək, eləyər 75-də 37. Deməli, tək üzün düşmə ehtimalı 75-də 37-yə bərabərdir. Nəzəri ehtimal nədir? Burada əlverişli halların sayı mümkün halların sayına bölünür. Burada mümkün hallar nədir? Bu birazdan tanış olacaq. Deməli, hadisənin baş vermə ehtimalı ilə baş verməməsi ehtimalının cəmi 1-ə bərabərdir. Yəni, mümkün hallara baxaq. Bəzi məsələlərdə mümkün hallar necə olur? Qəpiyin 200 olduğundan burada mümkün halların sayı 2-yə bərabərdir. 1 zərin 600 olduğundan 1 zərdə 6, 2 zərdə 36, 3 zərdə 216. Yəni, bu məntiqlə görürük ki, n sayda zərdə mümkün halların sayı 6 üstü n-ə bərabərdir. Gəlin nümunələrə baxaq. Bir zər atılarkən düşən üzün sadə ədəd olması ehtimalı. Bilirik ki, zərin 600 var və burada da sadə ədədlər 1, 3 və 5-dir. Deməli, ehtimal P bərabərdir 6-da 3. O da bərabərdir 2-də 1. 2 zəri atılarkən düşən halların cəminin 8 olması. Halların 8 olması, deməli, hansılardır? 2, 6, 6, 2, 3, 5, 5, 3 və 4, 4. Deməli, bizdə 5 əlverişli hal var. 2 zərdə bayaq qeyd etdik ki, mümkün halların sayı 36-dır. Əlverişli halların sayı da 5-dir. Deməli, ehtimal P bərabərdir 36-da 5. Üçüncü nümunəyə baxaq. Torbada 6 ağ, 3 sarı kürə var. Təsadüfən çıxarılan bir kürənin sarı olması ehtimalı. Deməli, bizdə ümumi 6 ağ, 3 sarı, deməli, mümkün hallar 9 kürədir. P bərabərdir 9-da. Əlverişli hal nədir bizdə? Bir kürə sarı olsun. Sarı kürələrin sayı 3-ə bərabərdir. Yəni 9-da 3. O da bərabərdir 3-də 1. İzlədiyiniz üçün təşəkkürlər.